Demək, iqtisadi və sosial coğrafiya ilə bağlı. Demək, diaqrama uyğun gələn ölkələri seçin. Birincisi, gördüyünüz kimi kənd təsərrüfatının üstün olduğu ölkələrdir. İkincisi, demək, sənayenin nisbətən üstün Ama olduğu. burada bir variantı. Bir. B variantı, bir dəqiqə. Düzü özüm hələ sual. Bəli, B2. Kənd təsərrüfatı Hansı? Seneqaldan Konqoda olacaq. Seneqalla, bəli, Konqoda. Demək, Seneqal B və F. B, F hansı variantdadır? B B-bəndi. variantı. B bəndi dediniz də, düzdür? Bəli. Və salam, o birlərdə elə B və F olan bir dənə variant var, o da B variantıdır. O digərlərdə inkişaf eləmiş ölkələrdə üçüncüyə aiddir. Məlum məsələdir, yəni Norveçlə, demək, hansıdır? Koreya Respublikası. Sonra ikinci suala baxaq. Birinci sektor kənd təsərrüfatı, Bəli. ikinciyə edəcək sənaye, yəni energetika, maşın Bəli, qayırma bəli. olacaq. Buna demək, informasiya dördüncü sektordur. 4, Sonra səhiyyə də 3. ikinci sektora dedik hansıdır? Kənd təsərrüfatıdır və səhiyyə də xidmət sektoruna. Və üzrlüsən deyəsən düz işarələməmişəm. Ya da sual çəkdim, yeri dəyişdi. Bir dənə silək bunları. Demək, birinci sektora kənd təsərrüfatı D variantı, ikinci sektora energetika sənayesi B variantı, üçüncü sektora oldu səhiyyə, xidmət sferası, dördüncü sektora da informasiya, yəni 1-ə D, 2-yə B, 1-ə D, 2-yə B hansı variantdadır? 1-ə D, 2-yə B, 3-ə demək C variantı, 4-ə ilə A variantı, düzdür? A, bəli. Sonra üçüncü sual, qeyri-maddi istehsal sferasına daxil deyil, qeyri-maddiyə daxil olmayan hansıdır? Bir dəqiqə. Ben bunun şərti nədərdir? Şərtini başa düşmədim. Qeyri-maddi istehsal sferasına daxil deyil. Qeyri-maddi B variantı olar. Məncə xidmət Y variantıdır. sahələri maddi istehsal sahəsi deyil. Çünki orada heç bir məhsul növü istehsal olunmur. Əsas Y insan variantı. xidmət göstərilir. Lənkəran çay fabriki, bir də dəmir yol servis. Düzdür, nəqliyyat bəzən qeyri-maddi, yəni qeyri təsərrüfat sahəsi kimi də verirlər, amma o istehsal prosesində iştirak edir də, yəni yüklərin daşınması, maddi məhsulların daşınmasında iştirak edir. Y variantı daha uyğundur. Məsələn, otellərdir, xidmət sferasına daxildir, sığortadır. Xalça muzeydir, onlar Yəni çıxır. muzey, xalça muzeydir. Yəni burada məhsul istehsal olunmur, qeyri-istehsal sahəsidir, xalça muzeyi. Yəni Y variantıdır. Maddi məhsulların, yəni hansı ki sənaye məhsullarının istehsalında iştirak edən sahələr və yaxud onların özü çay fabriki məsələn maddi məhsuldur. Emal prosesi keçir. Azərdəmiryol servis də bu məhsulların istehsalı prosesində əsasən iştirak etmiş olur. Yəni yüklərin daşınması və yaxud da istehsal olunmuş məhsulların satışının həyata keçirilməsində əsasən fəaliyyət göstərir. Mən bir sual verim olar. Yəni təsərrüfatın birinci və ikinci sektordur. Buyur. Mən elmin dərinə bir də enli inkişaf var idi. Onları qarışdırıram. Onun üzərinə bir də verə bilərsiniz. Dərininə inkişaf ümumiyyətlə yəni daha çox güclü ölkələr üçün səciyyəvidir. Eninə daha çox səthi yanaşmadır. Səthi. Yəni məsələn deyək ki, faydalı qazıntıların eninə istismarı, deyək ki, bu geniş miqyaslı əraziyə malik olan, faydalı qazıntılarla çox zəngin olan ölkələrdədir ki, yalnız səth hissələrdə olanları açıq üsulla çıxarırlar, digər hissələr məsələn dərinə getdikcə onu saxlayırlar. Çünki orada daha çox müasir texnologiya tələb olunur. Daha dərindən çıxarmaq baha başa gəlir deyə digər əraziləri qazırlar. Nə vaxtsa səth hissələrdə düşənsə, daha bütün səthə yaxın hissələr düşənsə, o zaman dərindən istismar olunacaq. Digər ümumiyyətlə dərinli anlayış daha çox ixtisaslı kadr tələb edən, yeni texnologiya tələb edən sahələrdir. Aydındır mən. Daha çox inkişaf etmiş ölkələr üçün səciyyəvi olan bir anlayışdır. Nəyinsə dərininə inkişafı. Bütün yəni bu anlayış ümumiyyətlə müasirlik ilə bağlı olan anlayışdır. Eninə səthi yanaşmaqdır müəyyən mənada. Necə ki, təbii sərvətlərin səthi hissələrində olan istismardır. Nəyinsə eninə əsasən inkişafı da müəyyən qədər dediyimiz kimi daha zəif anlamları əsasən ifadə edir. Sonra müasir etinin səciyyəvi əlamətlərinə aid olmayanını müəyyən edin. Demək, Yalnız tədqiqat istiqamətli olması Y-dir. bəli, yanlışdır. O təbii ki, istehsal prosesini təmin edir. Y variantı idi. Etinin bir-biri ilə sıx bağlı olan tərkib hissələri, elm, istehlak, texnika və texnologiya, istehsal, idarə etmə, universallıq və əhatəlik. Etinin bir-biri ilə sıx bağlı olan tərkib hissələri, etinin tərkib hissələri elm, texnika, texnologiya, istehsal və idarə etmədir.
Burada B demək variantı. cavab olacaq elm, texnika, texnologiya 1, 3, istehsal 4, bir 4, də 5. idarə etmə bəli. İstehlak ümumiyyətlə bu etinin tərkib hissəsi deyil. Yəni əhalinin hər hansı bir məhsul mənimsənilmə səviyyəsini göstərir. Universallıq və əhatəlilik isə onun əlamətidir. Hansı ki, universallıq və əhatəlilik idi, sürətlilik idi, insanın zehni əməyinin əsasən inkişafı və ona tələbatın artması idi, elmin istehsal prosesinə tətbiqi idi. Bunlar daha çox onun əlamətləridir. Yəni bu sahələri inkişaf edibsə, deməli o ölkənin iqtisadiyyatına eti təsir göstərir. Amma öz tərkib hissəsi elm, texnika, texnologiya, istehsal və idarə etməkdir. Onların da xüsusiyyətlərini sadalamışdıq. Xəritə sxeminə əsasən müvafiq olaraq Kommunist Tədqiqatlar Parkı, Otonomi, Net Park. Bunlar hardaydı? Kommunist Tədqiqatlar Parkı hardaydı? Onun ərazi demişdim, onları əzbərləyərsiniz. Amerikadaydı. Bəli, Amerikadadır. Amerikada ən məşhuru hansıdır bəs? Silikon vadisidir. Bəs Otonomi? O Finlandiyadaydı. Doğrudur, Finlandiyada. Qaldı bir dənə Net Park. O da İngiltərə ərazisindədir. Birləşmiş Krallıqdır. Ya, bəli, Birləşmiş Krallıqdadır. Texniumdur, Cambridge'dir, Net Park. Bəs Z Park haradaydı? Çin Xalq Respublikası. Düzdür. Kansai elm şəhəri. O Yaponiyadaydı. Yaponiyada. Bəs Fransada olanın adı necə idi? Fransada. Sofia Antipolis. Düzdür. Hə. Evet. Sonra ölkələr arası investisiya qoyuluşunun artmasına xidmət edir. Əsasən, təbii ki, ölkələr arası investisiya qoyuluşuna bunlardan hansı xidmət göstərir? Kapital ixrac. Kapital ixracı təbii ki. Aşağıda verilən xüsusiyyətlərin hansı iqtisadi inkişaf modelinə uyğun gəldiyini necə? Yapon modeli. Bəli, Yapon 100%. Dünya bazarına liderlik etmək istəyən Yaponiyadır təbii ki. Kiçik biznesə investisiya, iri şirkətlərin yaradılması, sonra milli məqsədlər naminə dövlət və qeyri-dövlət şirkətlərinin, sektorlarının əsasən bir-birlə əlaqəli olmasıdır. Yəni Yaponlarda dövlətin inkişafı üçün istəyir dövlət şirkətləri olsun, istəyir qeyri-dövlət, yəni ki, özəl şirkətlər olsun, hamısı məhz Yaponiyanın inkişafı yönündə demək bir-biri ilə əlaqə saxlayırlar, yəni ona çalışırlar. Milli mənəvi dəyərlərə, yəni üstünlük verirlər bunlar. Bir də insanlara əsasən uzun müddətli işlə təminat vədi verirlər. Deyir ki, 20-ci əsrin 70-ci illərindən başlayaraq mikroprosesorların istehsalı ilə əlaqədar olaraq elmi-texniki inqilabın əsasən Biotexnoloji inqilab. bəli, mikroelektronika inqilabı baş verib. Biotexnoloji inqilab əsasən bitki və heyvanat aləmində baş verən dəyişiklikdir. Etidə mikroelektronika inqilabı baş verib. Məhz 1970-ci illərdə. Ondan da eti istehsala əsasən güclü, sürətli şəkildə tətbiq olunmağa başlayıb. Məhz bu səbəbdən 70-ci illəri mikroelektronika inqilabı adlandırırlar. Ölkədə ümumi daxili məhsulun dəyəri 45 milyard, ümumi milli məhsulun dəyəri isə 30 milyarddır. Deməli, ümumi daxili məhsul oldu 45. Ümumi milli məhsul oldu nə qədər? 30. Deyir ki, burada yerli şirkətlərin xaricdə istehsal etdiyi məhsul. Yerli şirkətlərin xaricdə istehsal etdiyi məhsul 15-dir. O hansına aiddir? Ümumi daxili məhsul. Yox, yerli şirkətlər. Yerli şirkətlər dövlətə məxsus. Xaricdəki istehsal etdiyi məhsul. Deməli, bu ölkənin xaricdəki şirkətidir də, xaricdəki milli şirkət. Bu 15-dirsə, deməli, ümumi daxili məhsulda Daxildə 15 milyarddır. Orada 45-dən 15 çıxır 30. Demək belə. 30 milyarddır. 2 və ya daha çox şirkət və müəssisələrin birliyi necə adlanır? Kooperasiya idi. Bu əsasən holding adlanır. Holding. Bəli, holdinglərdir. Kooperasiyalar müəyyən məqsəd naminə əsasən müəyyən bir məhsulun istehsalını təmin etmək üçün bir-birlə əlaqəli olan şirkətlərdir. Onlar birləşib bir məhsulu istehsal edirlər. Amma bu holdinglərin məqsədi fərqli olur. Daha çox, yəni bir çox məqsədli olurlar. Bəzən hər hansı bir məhsulun satışını həyata keçirmək üçün bir-birlə əlaqə yaradırlar.
Dünya emalatxanası adlandırılan ölkə. Nə ola bilər? Çin. 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 Çindir. Demək olar ki, hər şey istehsal olunduğu üçün buna belə deyirlər. Hansı ölkənin daxil olması ilə birlikdə G6 qrupu böyük yediliyə çevrilmişdir? Kanada. Kanada. 1975-ci ildə yaradılan, Fransanın təşəbbüsü ilə yaradılan demək altılıq Kanadanın daxil olması ilə yediliyə demək çevrilmiş olur. Bu sonuncu sual idi. Keçən indi növbəti hissəyə. Demək bizdə neçənci quizdir? 24-ün B variantı. Belə. Texnika və texnologiyaların təkamül yolu ilə inkişaf etdiyi ölkələr B variantında hansıdır bu? Almanya, Fransa. A variantı. A variantı. Təkamül 4 Təkamül. 5-6 təkamül. İnqilabi yol 76. olsaydı inkişaf etmiş ölkələrə aiddir ki, bunlarda ən yeni, əvvəl mövcud olmayan texnoloji avadanlıqlar əsasən istehsal olunur. Təkamül yolu isə hissələrin dəyişdirilməsi ilə baş verən inkişafdır ki, bu da hansı ölkələrə aiddir? Tunis, Braziliya, Pakistan. 4, 5, 6 o da hansı variantdadır? D variantında. Sonra çox mərkəzli quruluşa malik olan ölkələr A variantı. A variantında məsələdir. A variantı. Etinin bir-biri ilə sıx bağlı olan 4 tərkib hissəsindən deyil. Çox mərkəzi nə deməkdir? Sözünüzə kəsirəm. Çox mərkəzli nə deməkdir? Keçən dəfə xatırlayırsınızsa, belə bir misal çəkmişdik. Dedi Türkmənistan məsələn ərazisi və Almaniya ərazisi dərslikdə misal kimi göstərilir. Ki, məsələn Türkmənistan ərazisində deyək ki, bir-biri ilə əlaqəli olmayan, bir-birindən nisbətən uzaq məsafədə yerləşən 3 inkişaf etmiş mərkəz mövcudsa, Almaniya ərazisində əsasən bir və ya bir neçə yox, ölkənin demək olar ki, hər tərəfi yüksək səviyyədə inkişaf edən demək regionlardan təşkil olunub və onlar hamısı bir-biri ilə demək olar ki, sıx qarşılıqlı əlaqəyə malikdir. Belə təsərrüfat sahələrinə malik olan ölkələrə necə ölkələr deyirlər? Əsasən polisentrik təsərrüfata malik olan ölkələr. Bütün inkişaf etmiş ölkələrə çox mərkəzli demək olar. Məsələn, bir ölkənin əgər istehsal müəssisələri ölkənin yalnız bir hissəsinə cəlb olunubsa, yəni ölkənin bir hissəsi inkişaf edib, digər hissələr iqtisadi cəhətdən geri qalıbsa, bu monosentrikdir, tək mərkəzlidir. Azərbaycan kimi də. Bəli, ölkənin müxtəlif regionları bir-birindən iqtisadi gücünə görə fərqlənmirsə, yəni belə deyək ki, ölkədə ümumi gəlirlər regionlara demək olar ki, eyni dərəcədə paylanıbsa, bu polisentrik təsərrüfatdır, çox mərkəzli. İnkişaf eləmiş ölkələr götürür, yəni əsasən çox mərkəzli quruluşa malik olan ölkələr. Başa düşdüm, mənim sualım. Sağ ol. Demək belə. Etinin bir-biri ilə sıx bağlı olan 4 tərkib hissəsindən deyil, hansı dedik? Elmi texniki inqilab. Bəli, elmi texniki inqilab, bəli. Bu sadəcə baş vermiş bir hadisədir, onun tərkib hissəsi deyil. Demək, dördüncü, istehsalın iri müəssisələrdə cəmlənməsi nə adlanır? Kooperasiya. İxtisaslaşma. İstehsalın iri müəssisələrdə cəmlənməsi müəyyən qədər təmərküzləşmə adlanır. Təmərküzləşmə. Müəyyən bir ərazidə cəmlənməsi təmərküzləşmə adlanır. Məsələn, iri şəhərlər ətrafında, məsələn, iki şəhər arasında bəzən iri müəssisələr demək yerləşdirilir. Deyək ki, Bakı və Sumqayıt arası. Demək, həmin ərazi təmərküzləşmiş ərazi sayılır. Məsələn, ixtisaslaşma nədir? İxtisaslaşma demək, beynəlxalq coğrafi əmək bölgüsündə müəyyən məhsul ilə tanınmadır. Yəni, ixtisaslaşmada əsasən hər hansı bir ərazi bir məhsul üzrə ixtisaslaşmışdırsa, deməli, o məhsulun istehsalı prosesi digər ərazilərdən nisbətən ucuz başa gəlir, yerli əhalinin tələbatını ödəyir və artıq qalır və davamlı xammalla təmin olunur. Yəni, o sahə üzrə tanınır. Məsələn, deyək, Almaniya maşın qayırma sahəsi üzrə tanınır. Yaponiya robot qayırma ilə. Onları o sima ilə tanıyırıq. Deməli, bu sahə üzrə ixtisaslaşıblar. Öz tələbatlarını ödəyirlər, artıq qalan hissəsini dünya bazarına ixrac edirlər. Kombinələşmə, məsələn, kombinatlar bəzən bir müəssisə daxilində bir-biri ilə əlaqəli istehsal prosesinin həyata keçirilməsidir ki, ardıcıl olaraq bəzən bir məhsul bir müəssisə daxilində bir-biri ilə əlaqəli istehsal sahələrindən keçir. Məsələn, deyək ki,
faydalı qazıntılar çıxarılır, saflaşdırılır, əridilir, ondan müəyyən məhsullar alınır. Hansı bir müəssisə daxilində həyata keçirilirsə ona kombinat deyilir. Korporasiyalar bəzən müəyyən məqsəd naminə birləşən şirkətlər qrupudur ki, bəzən müxtəlif yəni ki, hissələrdən, detallardan ibarət olan belə deyək, məhsulu bir müəssisə daxilində istehsal etmək mümkün deyil. O zaman bəzən bir neçə şirkət birləşib bunu istehsal edir. Təmərküzləşmə dediyimiz kimi əsasən iri müəssisələr, hansı ki, sənaye obyektlərinin daha çox və iri olan hissələrinin bir ərazidə cəmlənmə prosesidir. Ona təmərküzləşmə deyirik. Demək, sonra burada dediyimiz kimi, məsələn, kimya və neft sənaye sahələri bir-birlə əlaqəli sahələrdir. Onlar, məsələn, Bakı və Sumqayıt arasında Azərbaycanda ən çox orada cəmlənib. Məhz bu səbəbdən Bakı və Sumqayıt arasında yerləşən iri zavodların cəmləndiyi əraziyə deyirik təmərküzləşmə, hansı ki, onlar iri müəssisələrdir, müəyyən bir ərazidə cəmlənirlər. Və orada əsas istehsalda Azərbaycanda məhz həmin ərazidə gedir. Sonra uyğunluğu müəyyən edin. Holding, leasing, investisiya və korporasiya. A variantı. A variantı 1-ə D, 2 və daha çox şirkətin birliyi, demək 1-ə 2-ə C. Leasing, texniki avadanlıqların uzun müddətli istehsala, bəli, 3B. Gəlir əldə etmək üçün qoyulan kapital, investisiya 4-də daha korporasiya, müəyyən məqsədə çatmaq üçün yaradılan birliklərdir. Bəli, elə A variantıdır. A-dır cavab. Kimsə başqa bir variant dedi, səhv eləmirəmsə. Ya bir qaranlıq məqam varsa deyin. Yox, müəllimə, bir dənə variant deyildi axı. Bir dənə A dedi o. Ola bilər, mən nəsə səsi eşitdim, üzr olsun. Sonra 6-cı sual. Hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Demək, birinci, baxaq, əhalinin rifah səviyyəsi artır, büdcəyə vergi ödəmələri artır, sahibkarlar daha çox gəlir götürür, xidmət və istehsal sahələri açılır, yeni dövlət proqramları həyata keçirilir. Burada ardıcıllığı necə düşə bilərik? A variantı olan müəllim. 5-dən başlayacaq, sonra 4 xidmət və sonra 1 gəlir, əhalinin rifah səviyyəsi artır, 3 büdcəyə demək. Burada 5 yeni dövlət proqramları həyata keçirilir. Sonra 4, sonra 2, 3 sahibkar daha çox gəlir götürür. Yox. 1 əhalinin rifah səviyyəsi artır. Büdcəyə vergi ödəmələri artır. 3 sonra 2 doğrudur. Elə A variantı daha məqsədə uyğundur. Sonra əhalinin rifah səviyyəsi axırda olmalıdır, məncə, yoxsa bir dəqiqə. mən fikirləşdim. Mən təkrar baxaq bu suala, bu sualın üstündən. Demək, yeni dövlət proqramları həyata keçirilir, bu 5. Bu düzdür. Xidmət və istehsal sahələri açılır, bu 4. Bu doğrudur. Sonra demək, büdcəyə vergi ödəmələri artır. Sahibkar sahə daha çox gəlir götürür. Sahibkar daha çox gəlir götürəcək, bəli. Sonra müəyyən qədər onun ödədiyi vergi artacaq. İndi variantda yoxdur. Müəyyən qədər əslində belə olmalıdır, bəli. 5, 4. Çünki rifah səviyyəsi ən axırda olmalıdır məncə. Bir dəqiqə, büdcəyə vergi ödəmələri artır, əhalinin rifah səviyyəsi artır. Gəlir çox gəlsin ki, vergi versinlər də, 3-dən sonra Müəyyən olmalı. qədər sahibkar daha çox gəlir götürür. Gəlir gəlməlidir ki, vergini çox versin. Bəli, vergi ödəmələri olmalıdır. Variant səhvdir. Müəyyən qədər sanki burada nəsə uyğunsuzluq var. Bir dəqiqə, 5, 4, 1, 5, 4, 3, 4, 2. Vergi ödəmələri artır. 5, 4, 1, 3. Elə A variantı daha məqsədə uyğundur. Əhalinin rifah səviyyəsi artır, sahibkar daha çox gəlir götürür, büdcəyə vergi. Müəyyən qədər belə desək daha məqsədə uyğun olur. A variantı. Digərlərindən nisbətən A daha məntiqə uyğundur. Sonra 7-ci sual. Uyğunluğu müəyyən edin. Rəqabət, tələb, A variantı mənim. rəqabət bəzən eyni növ məhsul istehsal edən müəssisələr arasında olan
elə deyək, mübarizədə də. A variantı 1-ə B, eyni növ məhsul istehsal edən, bəli. 2-yə A, tələb nədir? İstehsalçının müəyyən bir qiymətə ala biləcəyi məhsuldur. İstehlakçının təbii ki, doğrudur. Tələb odur. Təklif də ki, istehsalçının müəyyən qiymətə satmağa razı olduğu məhsuldur. Sonra 8-ci sual. Bədii və elmi əsərlər, musiqi və incəsənət nümunələri, müxtəlif kompüter proqramları. Demək, bu mülkiyyət növüdür təbii ki. Bu nə mülkiyyətidir sizcə? Mülkiyyətin hansı növü? Hansı? Açıq olar, çünki bədii və elm əsəri açıq. Nə? Açıq? Məncə ha. Yox, yox. Şəxsi müəllim, Necə? şəxsi. Bu əqli mülkiyyət ola bilərmi? Bədii və elmi əsərlər, musiqi. Çünki insanlar bunu özləri yaradıblar, belə deyək. Kompüter proqramını. Aydındır? Bunun biliyi əsasında meydana gələn bir şeydir də. Bu əqli mülkiyyət. Məsələn, bir əsər məsələn müəyyən bir şəxsə aiddir. Düzdür. Bu əslində şəxsi mülkiyyətin bir növüdür. Dərslikdə belədir. Yəni xüsusi mülkiyyətin növüdür, belə deyək. Xüsusi mülkiyyət şəxsi və fərdi olmaqla qrupa bölünür. Şəxsi mülkiyyət bizim istehlak elədiyimiz məhsullar, əşyalar, ev, məsələn, maşın və s. avadanlıqlardır. Fərdi də müəyyən istehsal prosesini həyata keçirmək üçün müəyyən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün məsələn lazım olan avadanlıqlar və s. Məsələn deyək ki, bərbərxanada istifadə etdiyimiz məsələn əşyalar, deyək ki, məsələn bu dərzilərdə istifadə olunan məsələn tikiş maşınları, bunlar fərdi mülkiyyətə aiddir. Amma bu nə isə yaratmaq var ha, beynin məhsulu. Onlar insanın əqli mülkiyyətinə aiddir. Bu elmi Həmçində Azərbaycanda əqli mülkiyyət agentliyi də var. Əqli mülkiyyət agentliyi də hökumət evi təsis etdirir. Domsovet bəlkə işlər. Bilirəm, tanıyıram onu. Demək, burada yəni əqli mülkiyyət. Çünki bu gördüyünüz kimi müəyyən şəxslərin yaratdığı mülkiyyət növləridir, düzdür? Məsələn, kimsə bunu yaradıbdır. Bu kiminsə beyninin məhsuludur. Hansısa bir elmi əsəri yazmaq, musiqi bəstələmək və yaxud kompüter proqramı yazmaq, o səbəbdən bunu əqli mülkiyyət qrupuna aid eləyəcək. Şəxsi uyğun gəlmir də, eləmi? Şəxsi, bilirsən, şəxsi nədir? Şəxsi odur ki, məsələn, biz saatı ala bilərik. O bizim şəxsi mülkiyyətimizə aiddir. Amma biz yaratmamışıq ki. Başa düşdüm. O şəxsi mülkiyyət bizim istehlak etdiyimiz məhsullar. Məsələn, maşın mənim şəxsi mülkiyyətimdir. Ev mənim. Bizə xas olan şeydir də, şəxsi, amma məsəl üçün belə bədii elmdir, o ərzidir. İnsanların əsasən istehlak etdiyi şəxsi məqsədlərlə istifadə olunan məhsullardır. Fərdi əsasən müəyyən bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mövcud olan müəyyən avadanlıqları misal göstərə bilərik ki, biz ondan istifadə edək. Hansısa bir fərdi sahibkarlıqla məşğul oluruq. Deyək, məsələn, necə dediyimiz kimi, məsələn, bir var şəxsi, məsələn, daraq, bir var, məsələn, bərbərxanada istifadə olunan daraq. Bu şəxsi məqsəd özüm üçün, öz başımı daramaq üçün almışamsa, deməli, bu şəxsi mülkiyyətimdir. Amma bərbərxanada istifadə eləmək üçün, məsələn, saç kəsimi üçün almışamsa, deməli, o fərdidir, bəli. Beynin məhsulları isə əqli mülkiyyətdir. Bu da xüsusi mülkiyyət növünə daxildir. Digəri isə bələdiyyə və dövlət mülkiyyətidir. Onlar da başqadır da, yəni şirin su qaynaqları, faydalı qazıntılar, dövlət torpaqları, dövlət mülkiyyətdir. Müəyyən bir ərazi daxilində mənimsənilməmiş, yəni şəxsi mülkiyyətə çevrilməmiş, məsələn, müəyyən obyektlərdir, reklam xidmətlərinin göstərilməsi olan lövhələrdir. Onlar bələdiyyə mülkiyyətinə daxildirlər. Demək, sonra xəritə sxeminə əsasən müvafiq olaraq Sofiya Antipolis. Variant 2-4-6. Bu belə. Bu bayaq qeyd eləmişik bu sualı. Təsərrüfatın 3-cü sektoruna aid olan sahəni müəyyən edin. Səhiyyə elm. Demək, 3-cü sektoruna təbii ki, səhiyyə elmdir. 11-ci sual, aqrar rayonları müəyyən edin. İspaniya mərkəzi, bir də İtalyan cənubu. İspaniyanın mərkəzi. Uşaqlar səs var əlavə. Doğrudur. Bir də Fransanın qərb hissəsi idi. Sonra Azərbaycanda təsərrüfatın sahibi quruluşunda ən çox paya malik olan sahə. Müəllim 11-ci suala eşitmədim. 11-ci sual bir də təkrarlayaq. Deyir, aqrar rayonları müəyyən edin. Gördüyünüz kimi burada inkişaf etmiş ərazilər verilib. İnkişaf etmiş ölkələr
əsasən sənaye və xidmət sferasına görə tanınırlar. Bunlarda aqrar sahə demək təsərrüfatda çox az paya malikdir. Yəni ölkənin demək olar ki, hər yerində xidmət sferası demək sənaye obyektləri inkişaf edib, amma bəzi inkişaf etmiş ölkələr var ki, orada hələ də aqrar dövr yəni hökm sürür. Necə ki biz dünya təsərrüfatının inkişafını 3 mərhələyə bölmüşdük. Sənayeyə qədərki mərhələ 18-19-cu əsrə qədər ancaq dünyada kənd təsərrüfatı inkişaf eləmişdi, digər hissələr inkişaf eləməmişdi. 20-ci əsr əsasən sənaye mərhələsi. 20-ci əsrin ikinci yarısından 21-ci əsrdə daxil olmaq şərti ilə, yəni son tarixi dövr isə post-sənaye mərhələsi adlanır ki, biz buna informasiya sənayesi deyirik. Bəzi ölkələr var ki, onlarda bəzi bölgələr hələ də yaxşı inkişaf etməyib. Ona nümunə olaraq inkişaf etmiş ölkə olmasına baxmayaraq, təbii ki, inkişaf etməkdə olan ölkələrdə onsuz da zaten belə ərazilər çoxdur. Amma inkişaf etmiş ölkələr içərisində İspaniyanın mərkəzidir, Fransanın qərbidir, İtaliyanın cənub hissəsidir. Demək, bu ərazilər hələ də yaxşı inkişaf etmiş ərazilər hesab olunmurlar. O ərazilərə deyirlər aqrar regionlar, aqrar ərazilər ki, orada hələ də yəni inkişaf etmiş ölkə olmağına baxmayaraq əvvəlki inkişaf dövründə, təsərrüfatın aqrar dövründə qalan ərazidir bu ərazilər. Hələ də aparıcı sahə kimi kənd təsərrüfatı tanınır. Bu əsasən inkişaf eləmiş ərazilərdə 3 ərazidir. İspaniyanın demək mərkəzi hissəsi, İtaliyanın cənubu, bir də Fransanın qərb hissəsidir. İnkişaf etmiş ölkə olsa da kənd təsərrüfatı əsas paya malikdir bu regionlarda. Bunlara deyirlər aqrar rayonlar. Aqros əkin yeri mənasını ifadə edir. Tam aydındır? Aha, bəli, sağ ol. Sağ olun. Azərbaycanda təsərrüfatın sahəvi quruluşunda ən çox paya malik təbii ki sənayedə, yəni. Sonra iqtisadi cəhətdən fəal əhalinin böyük hissəsinin xidmət sahələrində çalışdığı ölkələri müəyyən edin. Xidmət sferasında İnkişaf etmiş ölkələr. təbii ki, burada Amerikanın Alyaska bölgəsi üzərində 2 rəqəm qeyd olunub. Sonra Norveçdə 5 rəqəmi qeyd olunub. Bir də İspaniya ərazisi qeyd olunub. Burada İspaniya 3-dür, səhv eləmirəmsə. Bəli. Demək 2-3-5. 2-3-5 olan isə demək bizdə Y variantında öz əksini tapıb. Sonra 14-15-ci suallar. Uyğunluğu müəyyən edin. Bazar iqtisadiyyatı, demək natural təsərrüfat, əmtə təsərrüfatı. Demək, natural təsərrüfat əsasən nədir? Daha çox natural təsərrüfat deyəndə nə başa düşürük? Torpaq. Bəli, evimiz, torpağımız. Demək, bazar iqtisadiyyatı və əmtə təsərrüfatı. Əmtə təsərrüfatı daha alıcı satış üçün, yəni ki, belə deyək ki, hazırlanan məhsuldur. Burada alıcı olur və məhsul satılır, mübadilə həyata keçirilir. Bazar bəs nəyin üzərində qurulub? Təxminən 6 var. Tələb və təklif üzərində qurulub bazar. Yəni, demək, 1-ə oldu C, 2-yə oldu B, 3-ə də A variantı. Bu da hansı variantdadır? 1-ə C, 2-yə B, 3-ə, 1-ə C, 2-yə B, 3-ə ilə A variantında öz əksini tapıb. Sonra dünya iqtisadi güc mərkəzlərinin ilk yarananını müəyyən edin. Birinci hansı güc mərkəzi yaranıb? Qərbi Avropada öyle. Bəli, Qərbi Avropa. İkinci güc mərkəzi? ABŞ. Yox, ikinci ABŞ. Bəs hansı güc mərkəzinin yaranması ilə dünyada tək mərkəzlidən çox mərkəzli əsasən inkişaf regionu? Çində, Hindistan. Yox, Yaponiyanın əsasən. Artıq burada üçüncü inkişaf mərkəzi yaranandan sonra artıq dünyada çox mərkəzli demək güc mərkəzləri formalaşmağa başladı. Ondan sonra Yaponiyadan sonra yəni dünyanın digər hissələrində inkişaf etməyə başladı. Deməli, birinci Avropa idi. Dünyada yeganə inkişaf mərkəzi. Sonra ABŞ-ın yəni inkişafı ilə əlaqədar 2 mərkəz formalaşdı. 50-ci illərdə demək ki, Yaponiyanın inkişafı ilə əlaqədar dünyada tək mərkəzli inkişaf etmiş regionlar çox mərkəzli inkişaf etmiş regionlara çevrilmiş oldu.